Hamınıza salam dostlar, inanılmaz bir kutu açılımı videosu ile karşınızdayım. Bu günlərim sizlərlə birlikte Brawl Stars'ta fərqli hesablardan toplamda 10 dənə ultra kupa kutusu açacağıq və baxaq videonun sonunda bu kutulardan hansı kostümləri çıxartmışıq. Videoda keçmədən öncə də bu cür videoların devamı üçün kanalıma abunə olma və bu videoda like atmayı unutmayın. Və bir də sizə bu ultra kupa kutularına neçə yazıb və nə çıxıb onu da yorumlara yazın. Gördüyünüz kimi son gələn qəribə bir topluluk etkinliği ilə buradan farklı qapılar var. Və bugün də buradan ultra kupa kutusunu açırıq və ilk öncə təbii ki də əsas hesabımla başlayıram. Açıram. Və 36 yazdı. Oha! 36. Əsas 100 elmas. 100 elmas. Oha! 100 elmas çıxdı, 24'də parlayır. Dostlar, burada abone olmayı unutmayın. Və gizemli kostüm. Lu'nun kabak Lu kostümü. Və Mecha Mortis. Mecha Mortis. Mecha Mortis'e birdən də nəsə çıxır. Və maymun Colt. Oha! Mecha Mortis. 100 elmas, bu nədir? 310 elmasımız oldu. Bu klibə bunu yazmalıyam. Dostlar, Mecha Mortis çıxdı. Özdə ən əsası da, əsas rəngi. Dostlar, çox şanslı başladıq. Bal kabağı kutusunda da belə başlamışdıq. Keçək digər hesabımıza. Və dostlar, sürət itirmədən gəldim digər hesabıma. Kodezayr hesabıma. Buradan da ultra kupa kutusunu açıram. Bu hesabı neçə yazacaq? Və 21 yazdı bu hesaba. Yəni artıq pis olmuram. Nə yazır yazsın, pis olmayacağım. Çünki öz əsas hesabıma 36 yazdı. Mecha Mortis, Kabalu. Yəni maxlanmaq üçün, yəni Mecha Mortis həqiqətən ən qəşəng hiper kostümlərindən biridir və buradan da bu çıxdı da bizə. Bu kostümdə kuşanıram və keçək digər hesabımıza. Və dostlar, gəldim. Bax, səmimi deyirəm, bu hesabıma çox yazmasını istəyirəm. Bu hesabımda da qəşəng kostümlər var. Və bunun kostümünün də daha yaxşısı üçün bunu açıram. Danışamadım burada həyəcandan. Və bu hesabıma da 21 yazdı. Artıq 36 yazandan sonra əsas hesabıma. Yəni bunları artıq nə yazır yazsın, yəni. Yəni bu hesaba da El Dragon'u çıxartdıq. Dostlar, indi isə keçək bir digər hesabımıza. Və dostlar, bir hesabımıza da gəldik. Baxaq buradan nə çıxarda biləcək. Artıq tez-tez açacağım. Çünki video çox uzun olacaq. 4-cü ultra kupa kutumuzdan yenə 21 yazdı. Və buradan ən pis destansı kostümlərdən birini çıxartdıq. Yəni heç xoşlamıram da bu. Colt'un ən pis kostümlərindən deyil. Yəni bu dostlar, gördüyünüz kimi bizə bunun ağı var idi. İndi də qarası çıxdı. Keçək digər hesabımıza. Və dostlar, gəldim Luffy hesabıma. Bura çoxlu altın çıxsa qəşəng olar. Çünki bura altın Colt alacağım və ona görə də bura qəşəng altın çıxsın buradan. Və 25 yazdı, bir gizemli kostüm çıxır. Bax nə çıxacaq? 14'də parladı və buradan bu kimdir? Hə, Mantis Rosa kostümü və 3 kostüm çıxır. Oha! Və 3 dənə destansı kostüm. Qəşəng. Bu hesaba 3 kostüm birdən çıxdı. Dostlar, yəni şansımız düzəldi. Burada 3 dənə kostüm birdən çıxartdıq. Keçək digər hesabımıza. Dostlar, gəldim. 6-dırmı, 5-cidirmi hesabıma baxaq. Bura nə çıxarda biləcək? Çox qəşəng durur ultra kupa kutusu. Və açıram. 21 yazdı.
Abi 21 yazma ve buradan yine atıcılı fənk çıxdı ya. Beyatı qırmızı çıxmışdı. Hadi bir artıq yüksək yazsın. Bir efsanevi kostüm daha görmək istəyirik. Keçək digər hesabımıza. Dostlar, gəldim Mecha Colt olan hesabıma. Öncəki videolarda, yəni ilk videolarımda Ultra Kupa kutusu açılımında bu hesaba Mecha Colt çıxmışdı. Və bax, bu dəfə də bu hesaba bir şey çıxarda biləcəkmi? Efsanevi ya da gizemli kostüm. Hadi açıram. Və 22 yazdı bu hesab. Artıq bir Mecha kostümü alıb, ona görə də vermədi Supercell bizə. Və bir də dostlar, bu hesabımda bir dənə az idi, fikir verdisə, hər hesabımda çoxlu altın və çoxlu mücevher var. Əgər istəsəniz onların hamısını sıfıra, yəni xərcləmə videosu gələ bilər. Keçək digər hesabımıza. Və yavaş-yavaş videonun sonuna gəldik dostlar. Bir digər hesabıma gəldim. Bununla beraber deyəsən 3 hesab qalıb. Hadi bunlardan da qəşəng kostüm çıxartdaq. Açdım. Bir dəqiqə, mən niyə sevindim ki? Çok risk oldu, sevindim boş boşuna. Abi, yani bu son kutularda 9 yazanda zaten heç nə çıxmırdım. Risk 21 gördüm, elə bilim çoxlu şey çıxacaq. Nəysə dostlar, bomboş danışdıq, keçək digər hesabımıza. Və dostlar, gəldiyim yüksək yazmasını istədiyim bir digər hesabıma artıq. Bu hesaba da həm də buradan şeyi unutmuşam mən. Bir dəqiqə, burada Kizu Kenji var. Bunu almaq yaddan çıxıb hər hesabımda. Ama hesabda Kenji yoxdur, olsun. Ultra kupa kutumuzu da alaq. Hadi bir yüksək yazsın. Və yenə 21 yazdı. Ama abi yenə altıcılı fənk çıxdı. Bu nədir? Özləmişə də eyni rəngi çıxır. Nəsə qəribədir. Bu hesabda da 7000 mücevher var. Bax, sizcə 5000 mücevherə alınabiləcək ən yaxşı kostum hansı, onu da yorumlara yazın və keçək son hesabımıza. Dostlar, gəldim son hesabımıza. Artıq sonu yenə yaxşı bağlamaq istəyirəm. Çünki heç bir videoda sonu yaxşı bağlaya bilmirik. Açıram. Bu dəfə tam üstündən bastım və yenə 21 yazdım. Amma yəni normalda pis olardım, amma öz hesabıma o qədər artıq yazandan sonra, 36 yazandan sonra artıq vecimə olmadı bu hesablar. Nəysə dostlar, bir videonun da sonuna gəldik. Bu cür qutu açılımı ya da bu tipli videonun devamı üçün kanalıma abunə olmağı və bu videoda like atmayı unutmayın. Və bir də videonun başında dediyim kimi, sənə çıxıb onu da yorumlara yazın. Sağ olun, gələn videolarda görüşərik.